Yüksək dizaynerlər nə edir? Yüksək dizayn sahəsi nədir? Hal-hazırda ən məşhur istifadə olunan alət Figma-dır. Figma-da maşallah hər dəfə özünü inkişaf elətdirir. Sıfırdan yaratmaq düşünürəm ki, juniorlar üçün biraz çətin ola bilər. Yüksək dizaynerlərin işini əlindən ala bilərmi? Analiz bacarığı çox önəmlidir. Hər kəsə salam. Mən Ayşən Qərbova, Matrix Akademiyanın mütəxəssisi. Salam, hər vaxtınız xeyir. Mən Elvira Ramaldanova, Matrix Akademiyada UX və qrafik dizayn üzrə təlimçi olaraq çalışıram. Bu gün biz sizin yüksək dizayn sahəsindəki ən çox maraqlı olan suallarınızı cavablandıracağıq. Xoş gəlmisiniz Elvira xanım. Xoş gördük Ayşən. Yüksək dizaynerlər nə edir? Yüksək dizayn sahəsi nədir? UX dizayner user experience, UI dizayner user interface dizayneridir. Lori dildə belə hərfi açıqlaması belədir. Amma biz ümumi götürsək, dizayn sahələrindən bir qədər fərqlənir bu sahə. Nəyə görə burada daha çox vizual dizayndan çox bizim işimiz daha çox sistem və struktur qurmaqdandır. Yəni bir qısa sözlə desəm, istifadəçi təcrübəsinin formalaşdırması sahəsidir burada. Təbii ki, burada vizual da çox önəmli rol oynayır, amma bizə əsas lazımdır ki, bir istifadəçi və məhsul arasında qarşılıqlı əlaqəni nə qədər yaxşılaşdıra bilərik. Yüksək dizaynerlər hansı texniki toolları bilməlidir? Mən belə bir şərt olaraq əslində alətlər var hal-hazırda dövrün tələblərini ödəyən, amma mən düşünmürəm ki, dizayner üçün alət prioritet birinci yerdə olmalıdır. Çünki UX UI dizayner belə deyim də, əsas bir məhsulun strukturunu və işləmə formasını qura bilən adamdır. Yəni onun necə işləyəcəyini, o belə deyim, içəridəki mühərrikin formalaşdırdığı adamdır. Amma ki, təbii ki, alətlərsiz bunu eləmək mümkün deyil. Bəzi alətlər sadəcə belə deyim də, alət sizin üçün sadəcə kiçik bir dəstək kimi bir şeydir. Yəni bu gün olan alət sabah olmaya bilər ki, hal-hazırki situasiyada bir çox alətlər o haldadır. Yəni 5 il qabaq aktiv olan alət hal-hazırda işlənmir. Hal-hazırda ən məşhur istifadə olunan alət Figma-dır. Figma-da maşallah hər dəfə özünü inkişaf elətdirir durmadan. Yəni hər dəfə yeniliklər gətirir. Artıq belə deyim də Photoshop, Illustrator'ın görəcəyi işlərin bir çoxunu artıq Figma üzərindən edə bilirik. Amma belə alətlərdən saya bilsək, testing alətləri önəmlidir, hansı ki, daha işimizi sürətləndirir. Maze Useberry bunlardan hesablana bilər. Süni intellekt alətlərindən istifadə edə bilərik. Stitch Cloud və yaxud da Gemini-dən bəzi hallarda istifadə edilə bilər. Sonra iş sürətləndirmək üçün aparıcı alətlər ola bilər, Notion tipli və yaxud Miro tipli alətlər ola bilər. Yəni alət sadəcə dediyim kimi bir vasitədir və bu vasitələri biz istifadə edə bilərik. Bəs UX olmadan UI nə qədər effektivdir? Düşünürəm heç bir halda effektiv deyil. Çünki vizual olaraq qəşəng görünə bilən bir şey çoxdur ətrafımızda, amma funksionallığı sadəcə heçdir. Belə deyim, evimizdə də o qədər qəşəng görünən və yaxud vizual olaraq gözümüzə oxşayan şeylər var, amma onların heç birini, demək olar ki, bəzilərini istifadə eləmirik və sadəcə orada dekor olaraq qalırlar. Ona görə mən düşünürəm ki, user experience tərəfi daha güclü olmalıdır bir belə deyim dizaynerdə. Çünki adi UI dizaynı quranda belə, interfeysdəki elementləri yerləşdirəndə belə siz düşünməlisiniz ki, istifadəçi burada nə iş görəcək, onun görəcəyi ən birinci iş hansıdır, hardan hara keçməlidir. Bunları sistemli şəkildə qurduğunuz zaman zaten interfeys öz-özünə formalaşır, belə deyək. Qrafik dizaynla yüksək dizayn arasındakı fərq nədir, nələrdən ibarətdir? Qrafik dizayn daha çox mesaj ötürmə qisminə baxır. Belə deyim, hər hansı bir məsələni ötürmək istədiyimiz bir sosial mesaj ola bilər, hər hansı bir kampaniya və yaxud Lori dillə desəm endirim mesajı və yaxud satışla bağlı. Daha çox marketinq tərəfindədir işin. Amma UX UI tərəf daha çox məhsulun istifadə tərəfindədir, istifadə yararlılıq tərəfindədir, belə deyim. Qrafik dizaynda biz hazırlayırıq daha çox belə deyim, məhsulu reklam eləyəcəyimiz posterlər, onun endirim kampaniyaları və yaxud branding tərəfi. Əslində bu tərəf çox güclü olmalıdır, mən düşünürəm. Hər hansı bir məhsulu sata bilməyimiz üçün ki, satdığımız məhsulun biz istifadə yararlılığını və istifadəçi təcrübəsini artırmağa çalışırıq. Bir məhsulu bir insana sata biliriksə, artıq o insan alıbsa, ikinci mərhələdə qalır nə? Onu istifadə etmək. Və bu təcrübəni formalaşdırdığımız hissə isə UX tərəfidir, UX UI tərəfidir. Əsas fərqi isə bunlar arasında bu tərəfdə UX UI tərəfində daha çox belə deyim, məntiq tərəfini biraz daha çox işlətməliyik, amma digər tərəfdə daha çox kreativlik tərəfimiz daha ön plandadır. Qrafik dizaynı bilmədən UX-ə keçid edə bilərikmi?
Bir çox tələbələrimdən də bu sual gəlir. Məncə edə bilərsiniz, yəni bu mümkünsüz deyə bir şey yoxdur. Sadəcə mən həmişə məsləhət gördüyüm bir şeydir ki, hansısa bir dizayn sahəsinə başlayanda ən birinci bilməli olduğumuz bəzi nəzəriyyələr, dizaynın hansı ki təməlini qoyan bəzi şeylər var. Onları biz öyrənməliyik ki, digər sahələrə yavaş-yavaş keçid edək və bunları ən yaxşı öyrədən sahə qrafik dizayn tərəfidir. Və düşünürəm ki, ən birinci təməl olaraq qrafik dizayndan başlandığı təqdirdə digər sahələrə keçid qat-qat rahat olar. Mən bunu öz tələbələrimdə də görmüşəm. Qrafik dizaynla başlayan hər hansı bir tələbə istər motion dizaynda, istər UX UI dizaynda, istər 3D dizaynda dizayn əsas təməllərini və əsas strukturunu bildiyi üçün artıq onun üçün iş daha rahatdır. Yəni ümumi nəzəriyyəni və məntiqi artıq tuta bilir daha rahat şəkildə. Amma birbaşa UX UI-dən başlayan tələbələr üçün də belə deyim, öncədən texniki bilikləri olanlar üçün çox rahatdır, amma sıfırdan başlayan üçün nisbətən bu biraz ağırlıq təşkil edə bilər. Junior UX/UI ümumilikdə nələri bilməlidir və iş müsahibəsində onlara nə kimi suallar gözləyir? Düşünürəm ki, Junior UX/UI-lar ilk öncə bu sahəni tam başa düşməyə özlərini fokuslamalıdırlar. Bir məhsul yaratmaqdansa yaradılmış bir məhsulun inkişafında iştirak eləsələr daha yaxşı olar. Yəni sıfırdan yaratmaq düşünürəm ki, juniorlar üçün biraz çətin ola bilər. Hansı ki, startaplarda adətən junior dizaynerlərə şey götürürlər, amma düşünürəm bu biraz yanlış yanaşmadır. Əgər ki, sizi rəhbərlik edən başqa bir dizayner olarsa, startap ən yaxşı başlanğıclardan biridir. Amma tək başına bir junior dizayner bir startapı idarə etməsi biraz onun üçün çətin ola bilər. Ona görə junior dizayner mən düşünürəm ki, daha çox belə deyim, UI tərəfini biraz inkişaf elətdirməlidir və UX tərəfinin məntiqini və onun nə cür formalaşdırdığını, özünü, yəni hansı məntiqlə irəliləməli olduğunu, strukturları və yaxud sistemin necə işlədiyini daha çox başa düşməlidir ki, onları gələcəkdə tətbiq edə bilsin. Azərbaycanda bu sahədə iş tapmaq nə qədər rahatdır? Azərbaycanda və dünyada demək istəyirəm buna. Çünki Azərbaycanda da eyni şəkildə dünyada da bu sahəni bitirib məzun olan kifayət qədər insan var. Məzun olan deyəndə bəziləri özü öyrənir, məzun olur, bəziləri kursları bitirir, məzun olur və bu məzun olduqdan sonra onun seçdiyi yoldur, onun iş tapmamağına kömək eləyən. Yəni öyrəndiyi biliklər bir hissəsini tutur, amma daha sonradan onun necə davranacağı, hansı formada iş axtaracağı, öz işlərini, özünü nə qədər təkmilləşdirməyi onun iş tapmağına ən çox kömək edən nüanslardır. Azərbaycanda bu işə tələbat düşünürəm ki, kifayət qədər var. Ancaq ki, yaxşı dizayner, yaxşı UX UI dizayner tapmaq həqiqətən də biraz çətindir deyə düşünürəm. Çünki sadəcə portfolionu qurdum, düzəltdim, interfeysləri hazırladım, nə bilim challenge-lar elədim, paylaşdım, mən iş tapacağam deyə bir dünya heç bir yerdə yoxdur, təkcə UX UI-da deyil. Amma ki, düşünürəm ki, özünü hər bir sahədə yoxlamaq istəyən bir məzun və yaxud bir təzə başlayan bir junior üçün kifayət qədər imkanlar ola bilər. İstər belə deyim, bank sektorunda, istər daha çox dövlət sektorunda ola bilər və yaxud fərdi hər hansı bir biznesdə ola bilər. Bu tip yerlərdə imkanlar yəni kifayət qədər var. Biz qrafik dizayn mövzusunda da istiqamətində də bu nüansa toxunduq. İstərdim elə UX/UI üçün də bunu qeyd eləyək. AI UX/UI-yə tam olaraq necə təsir eləyə bilər? UX/UI dizaynerlərin işini əlindən ala bilərmi? Təxmin eləmişdim bu sual gələcək. O biraz yəni bütün sahələrə aiddir və o sual AI belə o suala fərqli cavablar uydurur özündən. Mən düşünürəm ki, AI sadəcə bir vasitədir. Yəni ala bilər, istədiyi hansı ki o insan onu şablon olaraq öyrənib. Yəni bunu bir belə deyim, texniki bir tərəfini əzbərləyərək mütəmadi olaraq onu təkrarlayan adamın işini təbii ki, əlindən ala bilər. Amma bunu təkcə AI almırdı, başqa bir dizayner də onun əlindən ala bilər bu işi. Yəni bu işə necə yanaşmağından asılıdır. AI nə qədər belə deyim, nə qədər sizin işinizə yarayacaq səviyyədə istifadə elətdirsəz, təbii ki, sizin üçün çox yaxşı bir dostdur. Yəni sən onu eləyəcəyin bir vaxt, məsələn, bir iş görmək istəyirsən, ona sərf eləyirsən 3 saat, sən onu AI ilə öz işini sürətləndirib daha sürətli eləyə bilərsən. Niyə ona o qədər vaxt sərf eləyirsən? Başqa bir şeyə fokuslana bilərsən. Yəni bu tip şeylərdə təbii ki, AI çox kömək eləyir. İşindən almaq məsələsi isə biraz belə deyim də çox nisbi və belə nə bilim çox gələcəyin bir söhbətidir. Ona görə mən düşünürəm ki, belə bir söhbət yoxdur və AI kifayət qədər yaxşı öyrənsəz fərqli alətləri mən düşünürəm ki, AI yəni nə qədər inkişaf eləyirsə, siz də onunla eyni qədər inkişaf eləmə, onu o qədər öyrənib, o qədər çabalamalısınız ki, o şeyi öyrənməyə. Yəni məsələn
Siz UX dizaynda, UI dizaynda necə istifadə edə bilərsiniz? Məsələn, fərqli analizləri, fərqli researchlər, aparmısınız araşdırmaları, amma onları saatlarla təzədən oxuyub, onlardan nəsə bir nəticə çıxarmağa çox vaxtınız yoxdur. Öz apardığınız araşdırmaları yükləyərək oradan bir summarize eləyib bir nəticə, report, bir hesabat çıxarda bilərsiniz. Bu tip şeylər işinizi asanlaşdıra bilər. Nə bilim, fərqli wireframe-lə eskizlər və yaxud arxitekturanızı yaratmısınız, onu daha vizuala çevirib sürətli şəkildə müştəriyə bunu göstərmək üçün sizin işinizə yəni bir xeyli yarayan bir vasitədir. Ona görə yəni məncə bək-bəklə yapışa bilərlər tələbələr. Yüksək sahəsində kreativlik daha çox önəmlidir, yoxsa analiz bacarığı? Mən düşünürəm ki, ikisi də önəmlidir, amma analiz bacarığı çox-çox önəmlidir. Qeyd elədiyim kimi, burada siz məhsul formalaşdırırsınız və bir təcrübə yaradırsınız. Məsələn, siz istifadə edirsiniz hər hansı bir tətbiq, hansı ki, eyni işi görən telefonunuzda bir neçə tətbiq ola bilər, amma siz mütəmadi olaraq istifadə etdiyiniz bir tətbiqdir və burada yaranan bir təcrübə var, istifadəçi təcrübəsi. Bu təcrübə sizə daha uyğun olduğu üçün siz onu istifadə edirsiniz və həm bu əlinizin vərdiş alması ola bilər, hər hansı bir, yəni bir əməliyyatı edərkən düşünmədən edə bilirsinizsə, buradakı təcrübə nisbətən digərlərinə görə daha yaxşıdır. Və burada təbii ki, vizual dizayn ikinci planda qalan bir hissədir. Siz orada rəng və tipoqrafik okey, bunlar da önəmlidir, amma düzgün iyerarxiya və struktur qurduğunuz təqdirdə mən düşünürəm ki, analiz bacarığı daha önəmlidir. Önəmlidir. Dizaynerlərlə developerlər arasındakı əməkdaşlıq necə olur? İki mehriban dost, mehriban dost deyək bunlara. Dizayner və developer bir-birlərindən bərk-bərk yapışmalıdır düşünürəm. Çünki birinin işi o birisindən, o birisinin işi bundan keçir. Yəni istənilən halda bir-birlərindən danışacaqlar. Bunların arasında əməkdaşlıq mən düşünürəm ki, bir-birlərini qarşılıqlı şəkildə başa düşərək və bir-birlərini dinləyərək olmalıdır. Bəzi hallarda olur, dizayner bir şey hazırlayır, developer etiraz eləyir və yaxud developer etiraz eləyir, tərsinəsi ola bilər. Məsələn, burada belə bir şey ola bilər ki, mən məsələn bir dizayn eləmişəm, hər hansı bir animasiya və yaxud nəsə bir şey eləmişəm və developer deyir ki, bu işi etmək üçün mənim çox vaxta ehtiyacım var və mənim deadline-ım o qədər deyil. Bunu biz dəyişə bilərikmi? Və nəyə görə dəyişməni əsaslı şəkildə göstərdiyi təqdirdə dizaynerə və təbii ki, müştərinin də razı saldığı təqdirdə dizayner burada ekstra bir etiraz eləməyin yeri yoxdur mən düşünürəm. Eyni şəkildə developer üçün də bu şey keçərlidir. Məsələn, bəzi şeylər məcburidir ki, o dizaynda olsun. Developer buna etiraz eləsə, dizayner bunu düzgün şəkildə, anlaşılıqlı dildə ona izah eləsə ki, bu buna görə burdadır, bu bizim üçün bu qədər önəmlidir kimisindən izah eləsə, mən düşünürəm ki, çox yaxşı əməkdaşlıq edə bilərlər. Amma əks halda biraz Tom Jerry çətinlik yarana bilər. Bəs real layihə təcrübəsi olmayan biri necə iş tapa bilər? Bu barədə məsələn mən öz belə deyim yanaşmamı deyəcəm sizə. Düşünürəm ki, real təcrübə çox önəmlidir bu layihələrdə və yaxud UX tərəfdə. Qrafikdə də təbii ki, önəmlidir, amma burada siz yəni real bir кейsə düşmədiyiniz təqdirdə o şeyi düzəltməyə can atmayacaqsınız və yaxud başqa keyslər görməkdə sizə çətinlik çəkəcəksiniz ki, yəni nəsə bir real bir situasiya görmədiyiniz üçün sizin üçün bu növbəti mərhələlərdə çətinlik çəkəcəksiniz. Bunu necə həll edirik? Mən məsələn tələbələrə biz tədris periodu başladığımız təqdirdə ən başda sırf atıb, yəni eynisi bir real layihə nümunəsi verirəm. Məsələn, mövzumuz olsun rəqəmsal transport. Rəqəmsal transport hal-hazırda ölkəmizdə aktiv bir problemlərdən biridir və bunun həll edilməsi üzrə hələ də müəyyən işlər aparılır. Düzdür, fərqli məhsullar hələ də var, istifadə edir hətta istifadəçilər, amma yenə də müəyyən əksiklər var. Və bu layihəni tutalım ki, verirəm həmin tələbəyə, həmin layihə 6 ay müddətində həmin layihə üzərindən real istifadəçilərlə araşdırma aparır. Real istifadəçilərlə araşdırma aparır deyəndə nəyə nəzərdə tuturam? Fərqli müsahibələr aparır, real istifadəçilərlə anketlər aparır. Yəni axtardığı və topladığı datalar hər hansı ikinci secondary research üzərindən deyil, yəni ikinci bir məlumat üzərindən deyil, Google-dan, ChatGPT-dən deyil. Özünün birəbir birinci əldən özünün axtarıb tapdığı məlumatlardır və o bunları toplayaraq problemi və həlli buna uyğun belə deyim formalaşdırdığı üçün bu onun üçün daha rahat olur. Yəni ən azından real təcrübəni bir simulyasiyasını birinci dəfə bizlə yaşamış olur. Daha sonra final layihə üçün də eyni situasiyadan bir dənə də verirəm. Hansı ki bu artıq onun üçün real bir case study halına gəlir. Daha sonradan müraciət elədiyi yerlərdə belə onun arxasında tam şəkildə dura bilir. Çünki niyə? Bütün hər tərəfindən artıq problemi görüb. Hər cür istifadəçi, hər yaş qrupundan görüb və bunların hamısını toplayıb özünün yaratdığı bir həll yolunu artıq təqdim edə bilir rəqəmsal bir həll kimi. Bu formada mən düşünürəm ki, özünüz üzərində, özünüzdən yəni yalançı
dırnaq arası deyək, özümüzdən bir case study yaradırıq və o case study-nin real insanlar üzərinə araşdırma apararaq bir həll yaratmağa çalışırıq. Bu düşünürəm ki, kifayət qədər bir təcrübə yığmağa kömək eləyir. Aha, çox sağ olun. Buyurun. Xarici bazarda bəs iş imkanları necədir? Biraz da ona toxuna bilərsək. Əslində düşünürəm ki, eynidir. Yəni bizdə nəyə ehtiyac varsa xarici bazarda da düzdür, fərqli sahələr var hansı ki bizim ölkəmizə hələ ki gəlməyib həmin sahələrdə. Amma mən düşünürəm ki, adi mobil tətbiqlərdən, veb saytlardan əlavə təbii ki, birinci yüksək deyəndə mobil tətbiq veb sayt gəlir, amma burada tamam fərqli layihələr də ola bilər. Hansı ki SaaS proyektlər daha çox belə deyim, tələbat görən tərəflərdəndir. Software as a service deyilir buna. Hansı ki siz burada daha çox xidmət təklif edən bir məhsul hazırlayırsınız və bu məhsullar daha çox funksional, daha çox belə deyim, problemləri özündə vurğulayan məhsullardır və bunlarda təcrübə daha çox yığılır. Daha sonra enterprise proyektlər hazırlana bilər. Daha sonra ERP sistemlər hazırlana bilər. Hansı ki mən düşünürəm ki, bu tip sistemlər UX-i daha yaxşı qavramağımıza ən çox kömək edən layihələrdir və dünyada da bunlara kifayət qədər tələbat var. Eyni şəkildə bizim ölkədə də. Çünki bizneslər inkişaf elədikcə bizneslərin idarə edilməsi insan gücündən çıxır. Kağızda, vərəqdə və s. bu tip şeylərdə idarə etmək bunlar çətinləşir. Artıq onu bir sistem halına gətirib, yəni vahid bir platformada idarə etmək lazım olduğu təqdirdə artıq bu tip sistemləri düzgün quraşdırmaq lazımdır ki, həm şirkətin içərisindəki əməkdaşlar, həm qurumlar bir-birlərindən düzgün əlaqə qura bilsin və bu da dünyada yetərli qədər çoxdur və bu belə deyim, həmin dediyiniz hansı ki tələbat məsələsinə istənilən bir sahədə, istənilən bir yönündə, qolunda, hətta AI tərəfində belə fərqli yerlərdə tələbatlar artır. Hansı ki burada AR, VR məsələləri çıxır, hansı ki təzə məhsullar yaranır, onların təcrübəsi formalaşdırılır. Sonra başqa interfeyslər olur, sırf veb saytda və tətbiqdən açmadığımız kiosk sistemlər ola bilər, nə bilim elektron rəqəmsal ekranlar ola bilər, touch ekranlar ola bilər, onların interfeysləri, gündəlik istifadə etdiyimiz smart məhsullar ola bilər, onların UX tərəfi hazırlana bilər. Yəni o qədər çox məhsul var ki və bunlara təbii ki, bunlar çoxaldıqca dizaynerdə tələbatı da çoxalır. Yəni mən düşünürəm ki, burada bir problem yaşanmayacaq. Təbii ki, düzgün axtarma metodundan istifadə eləsələr belə. UX dizaynerlərin əməkdaşları kimlərdir? UX dizaynerin işlədiyi yerdən asılıdır. Əgər ki, kiçik bir əməkdaş sayı 10-a qədər olan bir şirkətdə UX dizaynerin əməkdaşı, yəni onunla bir yerdə işləyəcək cəmi bir nəfər olacaq, o da developer. Amma şirkət böyüdükcə, onun qolları artdıqca, məhsul inkişaf elədikcə artıq təbii ki, bir yerdə işlədiyi adamla hətta eyni səviyyədə işləyəcəyi dizaynerlər belə artır. Yəni ki, bu adam tək başına o məhsulu yaratmağı mümkün deyil. Ona görə böyük şirkətlərin fərqli dizayn komandaları və bu dizayn komandaları həmin məhsulun spesifik bir qolunu dizayn etmək üçün varlar orada. Təkcə UX, UI dizayn tərəfindən deyil də, fərqli sahələrdən əməkdaşlıq elədiyi insanlar deyim kimlərdir. Developerlar zaten bilirik. Project management tərəfdən ola bilər ona köməkçi olan insanlar, hansı ki layihənin şərtlərini, məqsədlərini ona düzgün izah eləməlidir. Ondan sonra biznes tərəfin düzgün şəkildə reklamı üçün biznes analistlər ola bilər. Hansı ki düzgün məlumat orada əks olunmalıdır. Həmçində biznesin ehtiyaclarını qarşılaya biləcək bir məhsul yaratmaq üçün biznes analistlərlə işləyə bilər. Eyni şəkildə marketinq tərəfindən işləyə bilər. Yəni qrafik dizayn tərəfindən düzgün güclü brendinqin qurulması, orada düzgün kampaniyaların vurğulanması, satılmalı olan məhsulu nə qədər yaxşı orada göstərməli olduğumuzu ancaq marketinq komandası bilə bilər. Biz bunu bilə bilməliyik. Eyni zamanda araşdırma tərəfində, düzdür bizim ölkədə bu yavaş-yavaş formalaşır, amma dünya təcrübəsində araşdırma üçün xüsusi adamla, yəni sırf research tərəfini daha güclü olmaq üçün research-ü edən şəxslərlə, yəni daha ətraflı araşdırma üçün bu tip insanlarla işləyə bilər. Hansı ki bazar araşdırması edən adamlar ola bilər, sahə araşdırması edən adamlar, anketləri və sair yığan adamlar ola bilər. Bunlarla işləyə bilər. Developerları da qeyd elədim. Belə, bir də təbii ki rəhbər şəxslər, onların da mütləq təsdiqi olmalıdır və yəni demək olar ki, şirkətin rəqəmsal tərəfində çalışan bütün hər kəslə bir toqquşma, hətta belə deyim, təhlükəsizlik tərəfindən belə gedə bilər işin. Hansı ki, məhsul əgər ki, fintech məhsuludursa, onun təhlükəsizliyi bir üst level olmalıdır və mən məsələn bir məhsul dizayni və ya məhsula təzə bir funksiyonallıq gətirirəmsə, o funksiyonallığın nə qədər təhlükəsiz olduğunu mən yoxlamalıyam. Bunu mən özümdən bilə bilmərəm, çünki o sahə mənim şeyimlə üst-üstə düşmür. Mən getməliyəm, bununla maraqlanan, bununla belə deyim, bunu edən insanlarla müzakirə etməliyəm ki, belə bir funksiyonallıq mən gətirsəm layihəyə, təhlükəsizlik nə dərəcədə qorunar və nə qədər bu şeylərə cavab verə bilər.
onların da təsdiqi və s. bu tip şeylər olduğu təqdirdə, yəni hamısından dost-dost irəliləyə bilərlər deyə düşünürəm. Çox sağ olun Elvira xanım. Sizinlə söhbətləşmək həqiqətən də çox xoş oldu. Siz sağ olun, mənim üçün də xoşdur. Ümid edirəm hər kəsin suallarını cavabladıq. Əgər hər hansı bir sual qaldısa, bunu da şərh bölməsində bildirərlər. Növbəti dəfələrdə cavablandırmış olacağıq. İzlədiyiniz üçün təşəkkürlər. Görüşənədək. Sağ olun.